Realda iş səhər saat 9-da başlayıb 6-da bitmir. Realda iş həmişə var. Gündəmdə olmayan məsələləri aktual saxlayır. Gündəmdə olanları isə dəqiq, qərəzsiz, operativ şəkildə Azərbaycan tamaşaçısına təqdim edir. Bugün Reala sizi biz gətirmişik. Həmkarlarımızın təbiricə desək, Realdasız. Bugün Real TV-nin yaranma günüdür. Mediada özünə məxsus çəkisi və sözü olan telekanalın 7 yaşı tamam olur. Real Təhlil İnformasiya Mərkəzi 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb. Həmin gündən sentyabrın 16-sına dək Real TV 19 saat ərzində tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib. 17 sentyabr 2018-ci ildən isə 24 saatlıq yayıma keçib. Real televiziyası 2018-ci ildən fəaliyyət göstərsə də, burada çalışan peşəkarların xəbər təcrübəsi 30 ildən artıqdır. Bu mənada deyə bilərəm ki, yaşımız 7 yox, daha çoxdur. Real TV-nin əsas məqsədi Azərbaycan tamaşaçısını dövlət maraqlarından çıxış edərək dəqiq, operativ, vicdanlı və vətənpərvər xəbərlərlə təmin etməkdir. Belə deyim, Real TV bir səngərdir. Azərbaycan dövlətinə xaricdən olan hücumlardan dövləti qoruyan bir səngər. Bundan sonra da fəaliyyətimizi elə bu istiqamətdə davam etdirəcəyik. 2019-cu ilin aprelin 23-dən Real TV Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış xəbər televiziya kanalının açılması üçün Ümumrespublika Televiziya Yayımı üzrə müsabiqənin qalibi elan edilib. Real Təhlil İnformasiya Mərkəzi MMC-yə Ümumrespublika Televiziya Yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib. 7 il ərzində qarşısına qoyulan məqsədləri təbii ki, çatdı demək biraz düzgün olmazdı. Çünki mübarizə davam eləyir. Yəni, bugün siz özünüz də görürsünüz ki, ümumiyyətlə qlobal miqyasda transmilli media qurumları tərəfindən, qlobal güclər tərəfindən yenə də Azərbaycan hədəfdədir. Və Azərbaycan hədəfdədirsə, sosial şəbəkələr, sosial media vasitəsilə yenə də həmin hücumlar var. Və bunlara qarşı mübarizədə Real Təhlil İnformasiya Mərkəzi ön sıradadır və axıra qədər də mübarizəsini aparacaq. Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur. Kanal kabel televiziyasında həmçinin Peyçlə yayımlanır. Qısa müddət öncə Real komandasının bir üzvünə çevrilsəm də, lakin bu peşəkar komanda ilə bağlı səsləndirmək istədiyim fikirlər kifayət qədər çoxdur. Əvvəla onu demək istəyirəm ki, Real televiziyası xüsusilə öz sözü olan və çəkisi olan bir məkanda. Eyni zamanda burada peşəkar bir mühitin formalaşdırılması üçün kifayət qədər əlverişli bir münbit şərait formalaşdırılıb və mən düşünürəm ki, Real televiziyasının özünü xüsusiləşdirən amil də xəbər haradadırsa orada olmağı bacarmasıdır və mən düşünürəm ki, biz təkcə xəbəri çatdırmırıq, onunla bağlı izləyicilərdə formalaşa biləcək bütün suallara da imkanlarımız daxilində təhlillərimiz vasitəsilə ekspertlərin rəyini öyrənərək, xüsusi yanaşmalardan məlumatlanaraq onlara da ötürməyə çalışacağıq və çalışırıq da. Real komandasının yeni üzvü olaraq digər həmkarlarımı da səmimi qəlbdən təbrik edirəm və onlara peşəkar fəaliyyətlərində bundan sonraki mərhələdə də çoxlu uğurlar arzulayıram. Mən artıq 3 ildir ki, Real TV-də çalışıram. Real TV bizə jurnalistikanın bir çox sirlərini öyrədib. Bizim əsas məqsədimiz dünyada, ölkədə baş verən xəbərləri operativ şəkildə izləyicilərimizə çatdırmaqdır. Çətinliyi məsuliyyətindədir Real TV-nin. Necə deyərlər, səsiniz uca olsun. Hörmətli həmkarlar, Real TV kollektivini təbrik edir, onlara daha böyük uğurlar arzuluyuruq. Rahim Əkrəmoğlu, Elşad Heydərov, NTV Xəbər, Bakı.